11 illik tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında xarici dil fənni üzrə yenilik tətbiq olunacaq. Belə ki, artıq növbəti ildən şagirdlər imtahanda əlavə olaraq esse yazacaqlar. Bu isə bir sual doğurur. Məktəbdə öyrədilən biliklərlə esse yazmaq nə dərəcədə mümkündür? Məktəbdə keçirilən ingilis dili ilə bu imtahanı vermək mümkündürmü? Düşünürəm ki, yox. Çünki uşaqların söz ehtiyatı çox olmalıdır ki, onlar esseni yaza bilsinlər. Uşaqların qavraması var. Çünki hər uşaq eyni deyil. Yəni hər kəsdən, yəni ki, bu standartı gözləmək mümkün deyil də. 45 dəqiqə vaxt olur dərsdə. 45 dəqiqənin 15 dəqiqəsi sakitləşdirməyə gedir, 30 dəqiqəsi də dərsə keçir. İndi 30 dəqiqə ilə də reallıqdan danışırıqsa, əgər 30 dəqiqə ilə çox şey öyrənmək olmur. Məktəbdə kifayət qədər yaxşı keçilmir deyə düşünürəm. Öyrədilir müəyyən qədər sözlər, qaydalar, amma inanmıram esse yazmaq mümkün olan. Gərək şərtdir ki, hazırlığa gedəsən, yəni. Təhsil məsələləri üzrə ekspert Vəfa Vəliyeva deyir ki, mövcud səviyyə ilə şagirdlərin buraxılış imtahanlarında esse yazması olduqca çətindir. Onun sözlərinə görə, yazı bacarığı ayrıca metodika və davamlı praktik məşq tələb edir ki, bu da hazırki tədris modelində lazımi səviyyədə təmin edilmir. Məktəblərdə əsasən söz ehtiyatının artırılması və qrammatikaya üstünlük verilir. Uşaqların demək olar ki, 7-ci, 8-ci sinif İngilis dili levelları çox aşağıdır və o leveldan gedib imtahanda esse yaza bilməz. Mənə elə gəlir ki, esse ümumiyyətlə bizim uşaqlara lazım deyil. Çünki bu bizim ana dilimizdə olan esselər daha vacibdir, riyaziyyatımız daha vacibdir. İngilis dilini sadəcə dil olaraq, test olaraq verə bilərik. Mənə elə gəlir ki, tədris sistemində ingilis dili daha professional keçirilməlidir. Yəni düzdür, orta məktəblərdə 1-ci sinifdən ingilis dili var. Amma mənə elə gəlir ki, bir kateqoriya qoyulmalıdır, bir necə deyirlər, senzura qoyulmalıdır ki, bu nə qədər olmalıdır. Çünki 9-cu sinifə qədər gələn uşaq elə A1 olaraq da gəlir. Yəni onun leveli qalxmır. Ekspert hesab edir ki, bu sahədə yanaşma dəyişməli, imtahanların formatı sadələşdirilməlidir. Çünki bizdə təhsil sistemimizdə dəyişiklik olmalıdır. Mən 1-2 il öncə bunu demişdim ki, biz uşaqların ixtisas seçiminə yönlənməsi önəmlidir və o yönlənəndə onlara lazımdır. Hansı ixtisasa gedəcəklərsə, esse onlara mütləqdir ki, vacibdir. Bu ixtisas seçimində əgər o ingilis dil müəlliməsi olacaqsa, ingilis dil müəllimi olacaqsa və yaxud hansısa xarici ölkəyə misal üçün gedəcəksə, təhsil almağa, onda bəli, ingilis dili səviyyəsi yüksək olmalıdır. Azərbaycanda ingilis dilinin bu qədər uşaqları yükləyəcək qədər olmasına etiraz edirəm. Qeyd edək ki, 11 illik tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında xarici dil fənni üzrə tətbiq edilən yeniliklərə əsasən imtahan ümumilikdə 26 tapşırıqdan ibarət olacaq, 25-i qapalı tipli, biri isə yazı işidir. Dinləyib anlama üzrə 4, oxu bacarığı üzrə 8, qrammatika üzrə isə 13 test tapşırığı təqdim ediləcək, yazı bacarığı isə ayrıca qiymətləndiriləcək. Aylin Rəsulzadə, Cəfər Qasımov, İlham Əkəliyeva, Xəbər Ertəsi.